Herkese Allah'ın salamı olsun. Bir günləri Şəfa Stadionunun yanında, yəni Ulduz metrosuna giden yolda bir dənə evimiz var. 3 otaq 29.500 manata. Cəm qiymət 3 otaq. Allah evi olmayanlara inşallah Allah ev qismət eləsin. Və bunu da mən sizə bildirim ki, evimizin sənədi bələdiyyədir, kommunallar hamısı mövcuddur. Amma təmirə evimizə ehtiyac var. Həqiqətən təmirə ehtiyac var. İnşallah buyuraq təqdimat edim evi və sonunda da yenə dediyim kimi evimizin yerləşmə yeri Şəfa Stadionunun yanında Ulduz metrosuna giden yoldadır. Yer ərazi olaraq çox yaxşı bir yerdə yerləşir. Buyuraq baxaq bizə. Bu evimizin hazırda gördüğünüz kimi qonaq otağımızdır. Hazırda o belə ikinci otaqdır, yataq otağıdır, pəncərəsi var. Allah evi olmayanlara Allah ev nəsib eləsin inşallah. Burada da bir dənə belə yataq otağı. Yenə dedim, evimizdə təmirə ehtiyac var. Evimizin hal-hazırda bax bura mətbəx hissəsidir. Girişimiz o qapıdandır. Yenə dedim ki, evimizdə təmirə ehtiyac var. 3 otaq 29.500 manatadır. Hazırda burada da belə bir yer var. Yenə dediyim kimi evimiz yerləşir Şəfa Stadionunun yanında Ulduz metrosuna giden yolda, yəni içəri tərəfdə yerləşir. Yola, yəni marşrut yoluna hardasa 70-100 metre arası var. Yenə dediyim kimi Allah evi olmayanlar Allah ev qismət eləsin. Yəni evimizə təmirə ehtiyac var. Sadəcə əraziyə görə bu qiymətə qoyulub. 29.500.